Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve salatu ve selamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmain. Değerli kardeşler, Bəqərə surəsinin təfsirindən devam edersek 28-38. ayələrə baxaq, nəzər salaq. 28. ayədə Allah Azze ve Celle əslində, ərəbcəsində Bismillahirrahmanirrahim. Keyfə təkfuruna billah və kuntum əmvətən fəəhyəkum thumma yumitukum thumma yuhyikum thumma ileyhi turcaun deyir. Allah Azze ve Celle ayet-i kerimenin tercümesinde Allah'ı necə inkar edirsiniz ki siz ölüydiniz, o sizi diriltti, o sizi eceliniz geldikte yine öldürecek, sonra kıyamette yine de dirildecek ve daha sonra siz emelleriniz hak hesabı çekilmek için ona taraf, onun huzuruna qaytarılacaksınız buyurmaktadır. İnsanın varlık, hayat kazanarak alemleri yaradanı inkarı həqiqətən çox qəribədir. Allah insanı yoxdan yarattı, özünün idraki qəbul etməsi üçün bir neçə mərhələli torpaqdan yaradılmasını idrakına müraciətlə bildirdi. Sizin əcəliniz gəldiyi vaxt hər birinizin ömrü məhdud olduğu kimi, həyatı da həmin vədə ilə tamamlanar. Öldükdən sonra yoxkən ilk dəfə yaradıldığınız kimi yenidən yaradılacaqsınız. Bu şəkil dəyişmə, günahkar qulun heyvanda, İtaətkar qulun daha gözəl varlıqlarda əks olunması kimi müxtəlif fəlsəfələrin ifadə etdiyi kimi hülül nəzəriyyəsi deyil. Allahdan gəlib Allaha dönmək, onun istəyi, izni və əmri ilə şəkil alacağı və ancaq keyfiyyəti özünə məxsus olan bir hikmətdir. Sonra isə onun qarşısında hər etdiyinizə görə hesaba çəkilmək üçün toplanacaqsınız. 29. ayət-i kərimədə وَالَّذِي خَلَقَ لَكُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ buyurmaktadır Allah Azze ve Celle. Sədaqallahu əleyhi. Ayət-i kərimənin tərcüməsində yeryüzündə nə varsa hamısını sizin üçün yaradan, sonra səmaya üst tutaraq onu 7 qat göy halında düzəldib nizama salan odur. Allahdır, o hər şeyi biləndir. Allah Teala 7 qat göyün aləmlərin yaradıcısı olaraq ehtiyac sahibi, aciz qulunun yaratmaktan aciz olmadığını inatkar insan zekasına çatdırmaq üçün xüsusi şəkildə ifadə edir. Bu möhtəşəm kainatına nizam ölçü verən Allah, insanı yaradıb, sonra verdiyi əmanəti alıb, yenidən dirildə bilməzmi? Şübhəsiz ki, o hər şeyə qadir, hər şeydən xəbərdar və hər şey ona aşikardır. Burada eyni zamanda Allah Teala müsəlmanların kainatdakı hikmətlərə, həqiqətlərə göz gəzdirərək onun əzəmətini və qüdrətini dərk etməsini istəməkdədir. Qul bu hikmətləri görərək kainatı kəşf edə, yeni elmlər, kəşflərlə həm dünyasını, həm ahirətini abad edər. 30. ayət-i kərimədə وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً قَالُوا أَتَجْعَلُ فِيهَا مَنْ يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ قَالَ إِنِّي أَعْلَمُ مَا لَا تَعْلَمُونَ Sədaqallahu əleyhi. Ya Resulüm, sənin Rəbbin mələklərə mən yeryüzündə bir xəlifə canişin yaradacağım dedikdə mələklər biz sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və səni müqəddəs tutduğumuz halda sən orada yeryüzündə fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən dedilər. Allah onlara mən bildiyim şeyi siz bilmirsiniz buyurdu. İradə sahibi olmaları, mələklərdən əvvəl cinlərin yaradılışı ilə fitnə, fəsad toxumu səpmələri, Allaha qarşı asi davranmalar və s. bir çox ilahi hikmətlərə görə Allaha haqqı ilə ibadət edə bilməyəcək yeni məxluqun yaradılışından söhbət açıldığında mələklər etirazını bildirmişdir. Ki bu bir çox təfsirlərdə dilə gətirilmişdir bu hikmət. Nəfs və iradə sahibi olmadıqlarına görə Allaha ancaq zikir, şükür edən mələklər qədər abid, Allaha itaətkar ola bilməyəcək yeni məxluqların yerdə Allahın xəlifəsi olacaqlarını bildikdən sonra etiraz xarakterli olmayan maraqları qarşılanır. Yəni bu əslində mələklərin etiraz xarakterli bir marağıdır. Etiraz xarakterli olmayan bir marağıdır. Allah Teala insana verdiyi dəyərlə yerdəki xəlifəsinin tərəfini saxlayaraq şübhəsiz onlar arasında asilər olduğu kimi abidlərin də olacağını gizli aşkar hər şeydən xəbərdar olan mənəm deyər. Mələklərə mənim bildiyim şeyi siz bilməzsiniz cavabını verər. 31. ayət-i kərimədə
وعلم آدم الأسماء كلها ثم عرضهم على الملائكة فقال أنبئوني بأسماء هؤلاء إن كنتم صادقين. Sadaqallahu lazım. Allah Azze ve Celle, Allah Adem'i yarattıktan sonra Adem'e bütün şeylerin adlarını, isimlerini öğretti. Sonra onları həmin şeyləri mələklərə göstərərək iddianızda doğrusunuzsa bunların adlarını mənə bildirin dedi. Allah yerdəki məxluqatına əşyaların isimlərini öyrətdi. Bu onların mələki və heyvanı qabiliyyətlərinin Allah nəzdində imanla yüksəlməyi ya da inkarla heyvanlardan da zəlil hala gəlməsinin mümkün olduğunu ifadə edir. İnsanlar Allahın özlərinə verdiyi bu xüsusi dəyəri, məqamın haqqını idrak edə bilmək üçün mələklərin bilmədiyi isimləndirmə hikmətini də öyrənərlər. Mələklərin insanların ancaq üsyankar tərəfini, fitnə fəsad törədən xüsusiyyətlərini görə bildikləri üçün özlərinə elə isə bu əşyaların adını bildirin deyilər. Məlumatsız olduqlarına, hər yönü ilə bilmədikləri yeni məxluqat haqqında bu etirazları da Allah Taala tərəfindən beləcə hikmətlə ortaya çıxar. Əslində insanların hər şeyi isimləndirmə qabiliyyəti onların dəyişən həqiqətlər, hikmətlər qarşısında düşüncələrinin həyatlarının da müsbət yöndə dəyişməsini ifadə etməkdədir. 32-ci ayət-i kərimədə قَالَ سُبْحَانَكَ لَا عِلْمَ لَنَا إِلَّا مَا عَلَّمْتَنَا إِنَّكَ أَنْتَ الْعَلِيمُ الْحَكِيمُ. Onlar sən paksan, müqəddəssən, bütün eyib və nöqsanlardan kənarsan deyərlər. Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Hər şey bilən sən, hikmət sahibi sənsən dedilər. Allahın yeni yaratdığı məxluqun yerdəki xəlifəsinin bütün yönlərini bilmədən özlərindən şükürdə, zikirdə, ona haqqı ilə ibadətdə qüsurlu olmasını dilə gətirən mələklər Allahdan bu etirazlarına görə bağışlanma istəyirlər. Tövbə, günahın etirafı və Allah qarşısında günahkar olmanı qəbul edərək təvazu ilə ona layiq qul olmaq Allaha ən böyük qulluqdur. Mələklər adlarına yaraşanı edərək yenidən onun rəhmətinə, şeytan da adına layiq olan asi davranmaqla onun lənətinə düşar olmuşdur. İnsanlar da bu ikisi arasında qulluqla hidayət, asiliklə zəlalətə düşar olarlar. Şübhəsiz hər şeydən xəbərdar olan Allah hikmət sahibidir. Onun elmi, qüdrəti, hikməti hər şeyi əhatə etmişdir. 33-cü ayət-i kərimədə قَالَ يَا آدَمُ أَنْبِئْهُمْ بِأَسْمَائِهِمْ فَلَمَّا أَنْبَأَهُمْ بِأَسْمَائِهِمْ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنْتُمْ تَكْتُمُونَ. Sadaqallahu lazım. Allah Azze ve Celle 33-cü ayət-i kərimədə sonra o, ey Adəm, bunların kainatda mövcud olan əşyanın adlarını onlara bildir dedi. Adəm onlara, mələklərə bunların adlarını xəbər verdikdə Allah, mən sizə göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində, aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi buyurdu. Allah Teala yer üzündə yeni xəlifəsinə verdiyi bir xüsusi qabiliyyət olan isimləndirmə bacarığını mələklərə nümayiş etdirərək qulunun başqa gözəl xüsusiyyətlərə sahib ola bilməsini də dilə gətirir. Qulum haqqı ilə qulluq ölçülərinə riayət edərsə, ən az sizin qədər qiymətli, günahlardan qorunmuş və bağışlanmışlardan olar. Allah Teala mələklərə onların bilmədiklərini, qeybdən xəbərsiz olduqlarını bildirmək, insanların gələcək aqibətləri haqqında bilmədən qərar vermələri də bu məhdud elmlərinə bağlayır və bir daha qüdrəti ilə hər şeyi əhatə etdiyini vurğulayır. Allah Azze ve Celle 34. ayet-i kərimədə وَإِذْ قُلْنَ لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ buyurmaqdadır. Sadaqallahu lazım. Ayet-i kərimənin tərcüməsində Ya Peyğəmbər, biz mələklərə Adəmə səcdə edin dedikdə iblisdən başqa hamısı səcdə etdi. Yalnız o lovğalanaraq səcdə etməkdən imtina etdi və kafirlərdən oldu buyurmaqdadır. Allah Teala qullarını səcdə ilə hər şeylərini onun önünə sərməklə imtihana çəkir. Səcdə qulluğun ən böyük əlaməti sahibinə itayətinin ən böyük sübutu olduğu üçün bütün dinlərdə, fəlsəfələrdə insanların icra etdiyi bir davranışdır. Mələklər Adəmə hörmətlə Allahın əmri olduğuna görə ancaq səcdə edərlər. Buradakı səcdə Adəmə itayət və ya ibadət deyil.
Allaha olan bağlılığın ve onun emrinin mümin qulları üzerindeki təsirinin bir əlamətidir. Şeytan ise özünü daha üstün bilerek tekebbürü, kibriyle secde etmemeye karar verdi. Oddan yaradılan, torpaqdan yaradılana secde etmez. Əslində Allaha olan itayətsizliyi ilə onun lənətinə düşar oldu. Haqqı görüb dananlardan, ona qarşı kafir olanlardan oldu. 35. ayet-i kerimədə وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ. Allah Azze ve Celle ayet-i kerimenin tercümesinde sonra biz Adem'e dedik, ey Adem sen zevcenle Havva ile cennette kal ve her ikiniz oradaki meyvelerden istediğiniz kimi bol bol yiyin. Ancak bu ağaca buğdaya yakın gelmeyin. Yoksa özünüze zulmedenlerden olarsınız. Tabii ki bu ağaca tercümeler, farklı tercümeler verilebilir. Bu ağaca isim olarak geçmektedir. Cennet nimetini özlerine nasip ettikten, oradaki bütün meyvelerden, nimetlerden dadmağa müyesser olduktan sonra Adem ve Havva'ya iradelerine, nefslerine ne kadar sahip çıkabilmelerini yoklamak için qadağan olunan meyve ağacı bildirilir. Üzüm, əncir, buğda vesaire olması ayədəki hikmeti değiştirmeyerek əsl məqsəd olan irade sahibi olmakla, tövbe ile Allah'a itayət, ona qulluğun en büyük əlamətini göstermektir. Bir meyveni yemek cennetten kovulacak, insanın zulmeden, hakka karşı üsyan eden değil, sonsuz nimetler içinde kusursuz yaşamağını, iradesine tam şekilde hakim olmasını ifade edir. Bir diğer ayet-i kerimede فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَ فِيهِ وَقُلْنَا اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَى حِينٍ. 36. ayet-i kerimede Allah Azze ve Celle lakin şeytan onları azdırıp bu deyilen meyveni yedizdirmemekle nimetler içinde oldukları yerden uzaklaştırdı. Biz de Adem'e, Havva'ya ve şeytana birbirinize düşman kesilerek buradan kenar olup yeryüzüne inin. Yerde sizin için müəyyən vaxta kadar ömrünüzün axırına dek sığınacak ve yaşayış dolanacak vasıteler var dedik. Ancak nimet çoxluğu içinde olan insan şeytanın azdırmasıyla qadağan olan meyveye meyilini saldı. Nefsine tabi oldu. Nefsine tabi olması ise cennetten kovularak hayatının sonuna kadar ki imtihan dünyasında sınavdan geçmeye mecbur edildi. Artık insan Allah'ın yerde olacak halifesiydi. Birbirine düşman kesilerek ömrünün sonuna kadar yeryüzünde ihtiyacı olan bütün nimetleri tapacak ve her birinden faydalanacak imkanlara sahiptir. Şeytana tabi olarak onun kimi yolunu azanlardan ve insanları azdıranlardan ya da ki tövbe ederek Allah'ın sevilen ve seçilen bendelerine çevrilebilirdir. Şeytana tabi olarak onun kimi yolunu azanlardan ve insanları azdıranlardan ya da ki tövbe ederek Allah'ın sevilen ve seçilen bendelerine çevrilebilirdi. Allah Azze ve Celle 37. ayet-i kerimede فَتَلَقَّى آدَمُ مِنْ رَبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ اِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ buyurmaktadır. Ayet-i kerime tercümesinde nihayet Adem Rabbinden bazı hususi kelimeler öğrenerek Havva ile birlikte o kelimeler vasıtasıyla tövbe etti. Doğrudan da o Allah tövbeleri kabul edendir, merhametlidir buyurmaktadır. Allah Teala Adem'i yer küresine gönderdikten sonra nefsi ve iradesi arasında seçim etme mühleti verdi. Adem ilk insan olarak Allah'tan bağışlanma tövbe kelimelerini öğrenerek ondan bağışlanmasını istedi. Şeytanın ettiği kimi inatla tekebbürü değil, imanla tevazunu seçti. Şeytanın ettiği kimi inatla tekebbürü değil, imanla tevazunu seçti ve Havva anamızla birlikte Allah'ın bağışlanan, sevilen, seçilen kullarından oldu. İlk günahla kadınların günahkarlığı, şeytana daha tez inanmaları vesaire esassiz iddialar yerine şeytanın bir secdesiz cehennemi, Adem'in ise bir secde ile cenneti yeniden kazanma hikmetini ayet-i kerimeden öğrenmeliyik. İlk günahla kadınların günahkarlığı, şeytana daha tez inanmaları vesaire esassiz iddialar yerine şeytanın bir secdesiz cehennemi, Adem'in ise bir secde ile cenneti yeniden kazanma hikmetini ayet-i kerimeden öğrenmeliyik.
Eyni zamanda bir çox halda ayələrdən, hədislərdən qadınlar haqqında əksik və xətalı məlumatları götürməyimiz doğru deyildir. Şübhəsiz İslamın gəldiyi vaxtda qadınların bir əşya kimi satılması, canlı ölü kimi isimləndirilməsi və sair təhqir edici hallar aradan qaldıran dinimiz ona seçim, miras, şahidlik, hakimlik, katiblik və sair haqlar və hüquqlar vermişdir. 38-ci ayət kəlməyə gəlincə isə قُلْ نَحْبِتُوا مِنْهَا جَمِيعًا فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنْ تَبِعَ هُدَايَ فَلَا خَافٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ. Sadaqallahul azim. Allah Azze ve Celle ayet-i kerimenin tərcüməsində biz onlara dedik: hamınız buradan yeryüzüne enin. Mənim tərəfimdən sizə bir hidayət, peyğəmbər və kitab gəldiyi zaman mənim hidayətimə tabi olanlara axirət əzabından heç bir qorxu yoxdur və onlar qiyamətdə qəmgin olmazlar buyurmaqdadır. Həzrət Adəm və Həvvanın etdikləri günahlara görə yer üzünə göndərilmələri və Allahdan gələn rəhmət və hidayət üzərinə tövbə edib günahlarının bağışlanmalarını istəmələri özlərini də şeytanın yolundan və onun aqibətindən xilas etdi. Hamınız yer üzündə yaşayın. Mənim tərəfimdən bir hidayət gəldiyi vaxt peyğəmbərlərim, kitablarım sizə göndərildiyi müddətdə əmin ol, mənim haqq yoluma sarılın. Şübhəsiz mənim hidayətimi qəbul edənlər üçün heç bir qorxu yoxdur. Onlar qiyamət günü qəmgin olmazlar. Ayət kəlmələrdən çıxartdığımız hikmətlərə gəlincə, ilk olaraq Allahdan gəlib Allaha dönmək onun istəyi, izni və əmri ilə şəkil alacaq və ancaq keyfiyyəti özünə məxsus olan bir hikmətdir. Sonra isə onun qarşısında hər etdiyimizə görə hesaba çəkilmək üçün toplanacaq. Bir digər ayət kəlmə, Allah Teala hikmətə gəlincə, Allah Teala 7 qat göyün aləmlərin yaradıcısı olaraq ehtiyac sahibi, aciz qolunun yaratmaqdan aciz olmadığını inatkar insan zəkasına çatdırmaq üçün xüsusi şəkildə ifadə edir. Qul bu hikmətləri görərək kainatı kəşf edə, yeni elmlər, kəşflərlə həm dünyasını, həm axirətini abad edər. Bir digər hikmət, mələklərin fitnə fəsad sahibi olacaq insanların yaradılışı ilə əlaqədar dilə gətirdikləri etiraza cavab olaraq Allah Teala insana verdiyi dəyərlə yerdəki xəlifəsinin tərəfini saxlayır. Şübhəsiz onlar arasında asilər olduğu kimi abidlər də olacağını, gizli aşkar hər şeydən xəbərdar olan mənəm deyir. 4-cü hikmət, Allah yerdəki məxluqatına əşyaların isimlərini öyrətdi. Bu onların mələki və heyvani qabiliyyətlərinin Allah nəzdində imanla yüksəlməyi ya da inkarla heyvanlardan da zəlil hala gəlməsinin mümkün olduğunu ifadə edir. Bir digər hikmət, tövbə, günahın etirafı və Allah qarşısında günahkar olmanı qəbul edərək təvazu ilə ona layiq qul olmaq Allaha ən böyük qulluqdur. Mələklər adlarına yaraşanı edərək yenidən onun rəhmətinə, şeytan da adına layiq olan asi davranmaqla onun lənətinə düçar olmuşdur. Mələklər adlarına yaraşanı edərək yenidən onun rəhmətinə, şeytan da adına layiq olan asi davranmaqla onun lənətinə düçar olmuşdur. Bir digər hikmət, Allah Teala yer üzündə yeni xəlifəsinə verdiyi bir xüsusi qabiliyyət olan isimləndirmə bacarığını mələklərə nümayiş etdirərək qulunun başqa gözəl xüsusiyyətlərə sahib ola bilməsini də dilə gətirir. Bu hikmət eyni zamanda hər kəsin mənfi, müsbət xarakter, keyfiyyətlərə sahib ola biləcəyini də bizə bildirməkdədir. 7-ci hikmət, səcdə qulluğun ən böyük əlaməti sahibinə itayətinin ən böyük sübutu olduğu üçün bütün dinlərdə, fəlsəfələrdə insanların icra etdiyi bir davranış olduğunu bizə ifadə etməkdədir. Bir digər hikmətdə, ayələrdə isimlərə, saylara deyil, həqiqi hikmətlərə sarılmaq lazımdır. Şübhəsiz bir meyvəni yemək cənnətdən qovulacaq, insanın zülm edən, haqqa qarşı üsyan edən deyil, sonsuz nemətlər içində qüsursuz yaşamağını, iradəsinə tam şəkildə hakim olmasını ifadə edir. Adəm ilk insan olaraq Allahdan bağışlanma, tövbə kəlmələrini də öyrənərək ondan bağışlamasını istədi. Şeytanın etdiyi kimi inatla təkəbbürü deyil, imanla təvazunu seçdi və Həvva anamızla birlikdə Allahın bağışlanan, sevilən, seçilən qullarından oldu. Sonuncu hikmətə gəlincə, əksərən ayələrdən, hədislərdən qadınlar haqqında əksik və xətalı məlumatlar əldə edə bilirik. Şübhəsiz, İslamın gəldiyi vaxtda qadınların bir əşya kimi satılması, canlı ölü kimi isimləndirilməsi və s. təhqir edici halların aradan qaldıran dinimiz onlara seçim,
miras, şahitlik, hakimlik, katiblik ve sair haklar ve hukuklar vermiştir. Şüphesiz her şeyin en doğrusunu diyen de bilen de Allah'tır.